Salam əziz şagirdlər, bugün çoxədlinin fövqələrə ayrılmasın o dərsi izah edəcəm. Deməli, indi vaxt itirmədən keçək dərsin misalların izahını keçək. Dərsdə də izah bölməsi yoxdur deyə ən çox misallar üzərində izah edəcəm. Deməli, əziz şagirdlər, birinci suala keçək. Birinci sual. Deyib ki, A üstündə 6, B üstündə 4 çıxılsın A üstündə 4, B üstündə 6. Deyib ki, çoxədlindən vurğulara ayrılmaq lazımdır. Vurğu nədir? Elə bil hasıl şəkildə göstərmək lazımdır. Necə eləyəcəm? Belə tipli suallarda həmişə ortaq vurğunun mörtəzə xəricini çıxartmaq lazımdır. Ortaq nə deməkdir? A üstü 6, bir də A üstü 4. Bunlardan ortaq çıxartsam, kiçik qüvvətli ifadəni çıxardacam. B üstü 4. B üstü 4, bir də B üstü 6. B üstü 4-ü çıxardacam. Qalacaq, bax, A üstü 6-dan A üstü 4-ü çıxartmışam. Nə qalıb? A-nın kvadratı qalıb. Çıxılsın, A üstü 4-dən, B üstü 6-dan B-nin kvadratı qalıb. Bu da alınacaq. A üstü 4, B üstü 4. Bu belə. Bunu da yazıram, bunu da yazıram. Deməli, bir dəfə yazıram A çıxılsın B, bir dəfə də yazıram A üstü gəlsin B. Müxtəsər vərəmət üsulunda kvadratlar fərqinin açılışıdır. Birinci sualın həlli belə. Keçdi üçüncü suala. Üçüncü sual nədir? Deməli, 9 çıxılsın 9-da 1 D kvadrat. 9-da yazacağım 3-ün kvadratı çıxılsın. Bu 9-da 1 yazacağım 3-də 1 D-nin kənardan kvadratı. İndi bir dəfə yazacağım 3 çıxılsın 3-də 1. Bir dəfə yazacağım D. Bir dəfə yazacağım ki 3 plus 3-də 1 D. Elə bir cavab var, baxaq. Bunda A-da nə oldu cavab? Baxaq, A üstü 4, B üstü 4. B bəndi oldu birincidə. Üçüncüdə nə oldu? Deməli 3-də 1, 3 çıxılsın 3-də 1 D. Elə bir cavab var, baxaq. 3 çıxılsın 3-də 1 D, 3 plus 3-də 1 D. Bu da oldu C bəndi. Keçdik 5-ci suala. 5-ci sual deməli olacaq. 5-ci sualı köstək. 6ax kvadratı çıxılsın 21 ax kubu. Bunun ortaq vurğularını nəyə çıxardacam? 6 və 21-dən neçə çıxarda bilərəm? 3-ü çıxarda bilərəm. Əbobun. A olduğu kimi yazaram. İkisində də A var. Çıxardıram. Bu x kvadratı və x-in kubundan da x kvadratını çıxardıram. Qalacaq. Deməli, 6-nı 3-ə böləndə 2 çıxılsın 7x. Bu şəkildə. 3ax kvadratı bir də 2 minus 7x. Cavab C bəndi. Ondan sonra keçdik 7-ci suala. 7-ci sual necə işləyəcək? 7-ci suala. Deməli olacaq 6x kvadratı çıxılsın 6y kvadratı bərabərdir. Yazılıb A x minus y x plus y. Və şərt qoyulub ki, x y-dən fərqlidir. Çünki sıfıra bölmə yoxdur. Elə bir başa düşün. Deməli, hər tərəf, bax, bunu 6-nı çıxardıram. X kvadratı çıxılsın y kvadratı bərabərdir. A x çıxılsın y x plus y. Bu 6-nı çıxartdım. İndi bunu kvadratlar fərqi kimi yazsam. X çıxılsın y x plus y. Bərabərdir A x çıxılsın y x plus y. Bu şərtə əsasən hər tərəfi bölə bilərəm. X çıxılsın y-ə böldüm. X plus y-ə də böldüm. Cavab misalında A qalana yazıram. A bərabərdir 6-ya. Deyib bizə ki, ilə A-nı tapın. 9-cu suala baxaq. Deməli, 9-cu sual 2a kvadratı qəbula düşüb. Bu suallar ümumiyyətlə çoxu düşüb, imtahana düşüb. 3a. Bundan ikisindən də nəyi çıxarda bilərəm? Ortaq nədir? A-nı çıxardacam. A-nı çıxardanda qalacaq 2a çıxılsın 3. Cavab olacaq 2a çıxılsın 3. Hani A 2a minus 3 y bəndi. Belə. 11-ci sual. Deməli, 9-un kvadratı çıxılsın 7-nin kvadratı. Bölünsün 8-ə. Bir də yazacağım 9 çıxılsın 7
müxtəsəvvirimin düsuru. Bir də yazsam 9 plus 7 bölünsün 8-ə. Olacaq 9 7 çıxanda 2, 9 7 gələndə 16 bölünsün 8-ə. 16-dan 8 ixtisar getdi 2, 2-ni 2-yə verəndə 4 alınacaq. Deməli, 13-cü sual. 13-cü sual. Deməli, yazılacaq 16-nın kvadratı çıxılsın 6-nın kvadratı. Bir də yazsam 16 çıxılsın 6, bir də yazsam 16 plus 6. 16-nın 6-nı çıxanda bu 16-dır. 16-nın 6 çıxanda elədim 10. 16 üstü 6 gələndə 22. 22-ni də ona verəndə 220. Belə. 15-ci suala baxaq. Sual. Deməli, 15-ci sual. Mənfi y plus 3-ün kənardan kvadratı. Baxın uşaqlar, bu düsturu bilirsiniz də. Müxtəsəvvirin düsturlarını əzbər bilin. A kvadratı plus 2ab plus b kvadratı. Olacaq mənfi y-in kvadratı. Üstə gəl 3 vurma. 3 vurma yox, 2 vurma. Mənfi 3y vurma 3 ikinci ədəd üstə gəlsin 3-ün kvadratı. Bunu da aşağıdan yazsam. Mənfi y-in kvadratı müsbət y kvadratı 2-ni 3-ə verəndə mənfi 6y. 3-ün də kvadratı elədir 9. Belə. 17-yə baxaq. Gəlin 17-ni işləyək. Deməli, a minus 2b-nin kvadratı bərabərdir. A kvadratı çıxılsın 4ab plus 4b-nin kvadratı. 2b-nin kvadratı 4b. Ondan sonra a plus 2b-nin kvadratını tapanda isə bunu da asılışını yazsam. Deməli olacaq. Elə bil bunu necə? Bunu almaq üçün. Deməli onda bunu da yazaq. A kvadratı plus 4ab plus 4b kvadratı. Bunu almaq üçün deyib ki, bunun üzərinə nə əlavə eləmək lazımdır? X əlavə eləmək lazımdır. Bərabərləşdirmək lazımdır buna. A kvadratı çıxılsın 4ab plus 4b kvadratı bərabərdir. A kvadratı yenə plus 4ab plus 4b kvadratı plus x. Hər tərəfdən a kvadratla islah elədim uşaqlar. Hər tərəfdən 4b kvadratla islah elədim. Qaldı x bərabərdir mənfi 4b-dən 4b çıxanda mənfi 8ab. Belə. Budur. Bunu inşallah uşaqlar belə deyim də dərsi keçəndə izah edəcəm. Belə də bax belə bir şey deyim də sizə yoxlayın. Elə bunu tam həll yolunu demirəm. Baxın, bunların hamısını verəndə bu alınır. Bax budur söhbət. Buna 5x-i x-ə verdim 5x kvadrat. 5x-i mənfi 1-ə verdim mənfi 1. Çox şuma bu olacaq. Yoxlayın, yəni cavabları alacaqsınız. Çətin bir şey yoxdur burada. İndi keçirəm 21-ci sualda eynidir, yoxlamaq lazımdır. Keçirəm 23-cü sualda. 23-cü sualda baxaq necə işləmək olar. Deməli, 23-cü sual. X bərabərdir mənfi 7. Deyib ki, x üssü 4. Üstə gəlsin 7 vurma. X-in kubu. Çıxılsın 7-nin x kvadratı. Çıxılsın 49x minus 14. Gətirib yerinə yazsam. Mənfi 7 üssü 4. Üstə gəlsin 7 vurma. Mənfi 7-nin kubu. Çıxılsın 7 vurma mənfi 7-nin kvadratı. Çıxılsın 49 vurma mənfi 7 minus 14. 7 üstü oldu 7 üstü 4 müsbət. Mənfi 7 üstü 4 olanda müsbət.
olacaq çıxılsın. Bu mənfini verə qarşı 7 üstündə 4 yendir. 7 üstü 1, 7 üstü 3-ə vərəndə üstlər toplanılır. Çıxılsın 7 üstündə bu mənfi udacaq, olacaq 7 üstündə 3. Çıxılsın, bu da olacaq. Mənfini verəcək aparaq, üstə gəlsin 7 üstü 3. Minus neçə? 14 idi deyəsən. Minus 14. Minus 14. Baxın 7 üstü 4-ü islah etdi. 7-nin kubları islah etdi. Qaldı mənfi 14. Cavab bu şəkildə. Gəlin 25 yazaq. Deməli 9x kubu minus 9 minus yox plus 9y kubu. Bundan 9'u çıxardıram. Qalır x kubu plus y kubu. Bu da olacaq. 9'u çıxarsam bundan 9'u çıxartdım. Bu x kubu plus y kubunun açılışı vardı. X plus y müxtəsər məhdudsudur. X kvadratı minus xy plus y kvadratı. 25'də cavab neymiş onda? Yoxlayaq. B bəndi. 27. 27-ci suala baxın. Deməli. 27. Olacaq deməli x minus 5'in kvadratı minus 4. Bunu necə yazsam? X minus 5'in kvadratı çıxılsın 4 nəyə kvadratdır? 2'nin kvadratdır. Bir də yazsam x minus 5 yox, bir də yazsam. Müxtəsər əsasən müxtəsər. Bu elə bil A-dır. Bunu olduğu kimi yazıram. X minus 5. Bir dəfə çıxacam 2'ni bağladım. Bir dəfə yazsam x minus 5 minus 2 yox, plus 2. X olacaq x minus 7 x minus 3 bu şəkildə. Və ya açıb sadələşdirib yazmaq olar. X minus 7 x minus 3 D bəndi. Ondan sonra 29'a baxaq. Deməli özünüz baxın 9a çıxılsın a kubuna. Uşaqlar bundan nəyi çıxarda bilərəm? A-nı çıxarda bilərəm. 9 çıxılsın a kvadrat. 9 çıxılsın a kvadrat. Bunu da yazaram a vurma. 9'u necə yaza bilərəm? 3'ün kvadratı çıxılsın a-nın kvadratı. O da olacaq a vurma. Bir dəfə yazılacaq 3 çıxılsın a. Bir dəfə yazılacaq 3 plus a. Cavab bu şəkildə. Keçdi 31'ə. 31'ə siz baxın indi. Deməli a kvadratı b çıxılsın b-nin kubu. İndi baxın uşaqlar. Bundan mən ortağı çıxardaram, b-ni çıxardaram. A kvadratı çıxılsın b kvadratı qalacaq. 3 dənədir deyib, bir dənəsini çıxartdım, 2 dənəsi qaldı. Bu da olacaq b, bir dəfə olacaq a çıxılsın b, bir dəfə də olacaq a plus b. Cavab bu şəkildə. Otuz üç. Deməli 33'ü necə işləyəcəm? M çıxılsın 4. 4'ün kvadratı. Bir də M 3 çıxılsın M. 3 çıxılsın M. Şöyle bunun kvadratlar fərqi kimi işləyə bilərəm, amma onunla işləməyəcəm. Bəlkə onunla işləsəm başa düşməzsiniz. Yazıram M kvadrat. Açıram. Çıxılsın 4'ü 2 vuranda 8'i. Plus 16. Çıxılsın mörtəzədə yazaram. Yenə də 3'ün kvadratı 9. Çıxılsın. Bunu hasılı. Çıxılsın 6M plus M kvadrat. Olacaq indi M kvadratı minus 8M plus 16 çıxılsın 9 plus 6M minus M kvadrat. M kvadratı islah etdi. İndi mənfi 8M ilə bunu toplayanda elədi. Deməli mənfi 2M 16'dan da 9 çıxanda elədi 7. Qaldı mənfi 2M mənfi 2M üstü gəlsin 7. Və ya bununla bunun yerini dəyişə bilərəm də. Olacaq 7 çıxılsın 2M. Cavab B bəndi. 35'ə baxaq. Olacaq. İndi siz yenə baxın. A y kvadratı plus A y çıxılsın
BY çıxılsın B. Bunu necə işləyəcəm? Bunlarda 4 dənə olanda ikisindən 1 çıxardacam. Bu 2 dənəsindən də 1 çıxardacam. Möhtəz xaricinə. Deməli bundan Y çıxartdım. İkisindən də ortaq. Nə qaldı? Bir dənə burada Y qaldı. 2 dənə idi. Bir dənəsini çıxartdı. Qaldı. Plus bir dənəsini çıxartmışdım. Bir dənəsi qalmışdı. Plus 1. Çıxılsın B-ni çıxardacam. Yəni Y plus 1. Bundan da çıxardanda uşaqlar, deməli Y plus 1-i çıxartdım. Qaldı A, Y minus B. Yəni bunların ikisindən də Y plus 1-ləri çıxardıram. Bunun əmsalında qalır A, Y, bunda qalır B. Qutardı. Bu şəkildə yazılacaq. Ondan başqa növbəti sual 37-ci sualdır. 37-ci sual. Deməli olacaq 5AY, 5AY çıxılsın 10-a. Yəni nəyə çıxarda bilərəm? Ortaq olaraq 5-dən 10-dan 5-i çıxardaram. A-lardan, yəni ikisində də A olduğu üçün A-nı çıxardaram. Qalanları yazıram. Y qalır burada. 5 A-nı gözlə Y verəndə bağlanır onsuz çıxılsın. 10 A-nı 5 A-ya böləndə 2 qalır bu şəkildə. 39-a baxaq. 8C kvadratı 8C kvadratı çıxılsın C kvadratı Y çıxılsın 2D kvadratı Y-in kubu. Deməli uşaqlar bundan da bax 8 və 2-dən neçəni çıxarda bilərəm? 2-ni. Başqa bir şey qaldı. Bir də Y kvadratından Y kubundan Y-dən Y kubundan Y-i çıxardaram. Qalacaq 4C-nin kvadratı minus 2-ni çıxartmışam deyə 2D kvadratı D kvadratı qalır. Bir də Y kvadratı qalır. Bu da olacaq 2Y olacaq 4C kvadratın olacaq 2C çıxılsın DY. Bir dəfə də olacaq 2C plus DY. Mənim necə? Bax bir dənə buna baxın. 4C kvadratını yazıram. Çıxılsın D kvadratı Y kvadratı. Bunu yazıram 2C-nin kvadratı çıxılsın DY kvadratı. O baxımdan da yazıram bir dəfə 2C çıxılsın DY, bir dəfə də 2C üçün yazın DY. Bu şəkildə. Deməli belə. Ondan sonra davamına baxaq. Olacaq deməli 41-ci sualda. Sual necə olacaq ona baxaq. 41-ci sual. Deməli 82-nin kvadratı çıxılsın 13-ün kvadratı. Siz baxın. 13 yox 18-in kvadratı. Deməli bölünsün 51-in kvadratı çıxılsın 49-un kvadratı. Belə. Bir dəfə indi kvadratların fərqi kimi açsam, bir dəfə yazsam 82 çıxılsın 18, bir dəfə də 82 plus 18. Bu şəkildə yazsam. 51 çıxılsın 49 bir dəfə. Bir dəfə də yazsam 51 üstə yazsam 49. İndi 82-dən 18 çıxanda alacaq deməli 64. 64. Bundan bunu siləndə hansını tapanda 100. Cəmin tapanda 100. Bu olacaq 2, bu olacaq toplayanda yenə 100. 100-lər ixtisar edəcək. Tak. 64-dən 2 ixtisar edəndə 32. Cavab olacaq 32. Gördünüz nə qədər sadə? 43-cü sual. 43-cü sualda nə olacaq? Deməli x minus 3-ün kvadratı çıxılsın 9. Olacaq x-in kvadratı minus 6x plus 9 minus 9. Açdım da 9-da islah getdi. Olacaq x kvadratı minus 6x. Bundan ikisindən də x-i çıxardıram. X minus 6 qalır. Belə 45-ci sual. 15y kvadratı 15y kvadratı minus 10y. İkisindən də 5-i çıxardıram. 5y-i çıxardıram. Qalır 3y minus 2. Belə. 5y-i 3y verəndə 15y-in kvadratıdır. 5y-i 2-yə verəndə 10y-dir. Gördünüz nə qədər sadə. 47-yə baxaq.
Siz yeni suala baxın. Eyni sual deyil. Bayaqki sualın eynisidir. 45 və 47. Elə onun əvəzinə 46-nı işləmək istəyirəm. Onu işləmək istəmirəm. 32 çıxılsın 2y-in kvadratı. 32-nin necə 2-ni çıxardaram mövtü çıxarıcını. 32-dən 2-yə böləndə 16. 2y kvadratını 2-yə böləndə y kvadrat. Bu necə yazsam? Deməli 2 vurma 16-nı yazsam 4-ün kvadratı çıxılsın y-in kvadratı. Bu da müxtəsərdir. Bir də yazsam 2 vurma 4 çıxılsın y. Bir dəfə də yazsam 4 plus y. Belə. 49 yazaq. Məncə ondan sonra kifayətdir. Qalanlarını inşallah gələn videoda çəkərik. Olacaq a kubu çıxılsın ab kvadrat. Bundan ikisindən də a-nı çıxarsam, a-nı çıxardanda olacaq a kvadratı çıxılsın b kvadratı. Bir dəfə də olacaq a möhtəzdə a çıxılsın b, a plus b. Belə sadə uşaqlar. Deməli 49-un 50 dənə sualın izahını verdim. Özünüzə yaxşı baxın. Sağ olun.